Cənab başçı, siz bu işe geleni cemaat sizden həddindən artıq narazıdır. Bir dənə iş görməmişsiniz. Hamısı sizden narazıdır. Cəmi 10-ca ildir mən bu vəzifəyə təyin olmuşam. Bu qısa vaxt ərzində rayonda bilirsiniz nə qədər iş görmüşəm. 11 tuş oyununda 42 xal idi. Onu mən 3 elədim. Başa düşürsünüz? İcra başçılığına təzə gələndə dominoda 250-dən sonra əldən xal tutulur. Onu mən ləğv elədim. Da bunun artıq nə qarmıyım? Düz 5 ildir mən tikintiyə icazə ala bilmirəm. Məndən 5000 pul istəyirlər. 5000? Mənə niyə oradan 2000 çatır ki? Xəbərlə sabah iclasdır. Hamısının ağzını zıracam. Vüqar müəllim, bizim məhəllədə su problemi var. Onu Hasan həll eləyəcəksiniz. Burada nə var ki? Ver görüm dayıya. Ver. Gördünüz? Problemi yerinizə həll elədik. İç hanım, iç. Başqa kimin susuzluğu var? Cənab başçı, mən dolana bilmirəm. Görüşdüyüm sonra sənə deyəcəm. Mənim çox üzr istəyirəm. Buyurun, problem nə idi? Cənab başçı, bu sahibsizlərin əlindən biz evdən bayıra çıxa bilmirik. Onlara dair bir tədbir görün, xahiş edirik sizdən. Hə, sahibsiz itlər də öyle, sənsən. Onların sahibi var.